2026-cı ilin ölkəmizdə şəhər salma və memarlıq ili elan olunması, şəhər salma mədəniyyətinə, estetik mühitə və yaşıl məkanların əhəmiyyətinə verilən böyük dəyərin göstəricisidir. Bu əlamətdar ildə kitabxanamıza hədiyyə olunan Bakı Parkları kitabı paytaxtımızın memarlıq gözəlliyini, yaşıllıq ənənələrini və istirahət məkanlarının tarixini əks etdirən dəyərli nəşrdir. Kitabın səhifələrində Bakı parklarının yaranma tarixi, landşaft memarlığı, şəhərimizin simasını formalaşdıran yaşıl guşələr və insanların həyatındakı rolu maraqlı faktlarla təqdim olunur. Bu nəşr oxucuları Bakı parklarının gözəlliyini daha yaxından tanımağa, təbiəti qorumağa və şəhər mədəniyyətinə həssas yanaşmağa səsləyir. Kitabxanamız bu dəyərli hədiyyəni oxuculara təqdim etməkdən qürur duyur və hər kəsi Bakı Parkları kitabı ilə şəhərimizin yaşıl dünyasına səyahətə dəvət edir.